Salam olsun YouTube elinə. Bugün sizinlə 10-cu söz haqqında danışmaq istəyirəm. Bu söz xarici dil öyrənmək haqqındadır, amma mən bunu qeyd dəftərimdə ingilis dili və rus dili öyrənmək kimi qeyd etmişəm. Düzdür, əvvəllər bunların ikisini bir yerdə öyrənməyə cəhd göstərdim. Lakin heç birini tam öyrənə bilmədim. Sonra bir ara rus dilinə fasilə verdim, ingilis dilinin üzərinə düşdüm. Hal-hazırda ingilis dilində müəyyən qədər irəliləmişəm və bu irəliləyişimi daha da genişlətmək istəyirəm. Daha da öyrəndiklərimin üzərinə əlavə biliklər qoymaq istəyirəm. Çünki inanıram ki, ingilis dilini daha yaxşı öyrənmək mənim üçün əlavə şanslar aça bilər. Buna əlavə ingilis dili dünyada ən çox danışılan dillərdən biridir. Rus dilini də bir müddət öyrəndim. Sonra gördüm ki, bunların ikisini eyni zamanda öyrənmək mümkün deyil. Ona görə də rus dilini hələlik saxlamışam. İngilis dilini tam bitirdikdən sonra rus dilini ingilis dili üzərindən öyrənməyi planlayıram inşallah. Çünki rus dili də çox geniş bir coğrafiyada danışılan bir dildir. Üçüncü dil isə öyrənmək istədiyim ərəb dilidir. Düzdür, ərəb dilində demək olar ki, heç nə bilmirəm. Bazam sıfıra yaxındır. Bilirəm ki, ərəb dilini öyrənmək çox vaxt və səbir tələb edəcək. Amma ingilis dilini bitirdikdən sonra ərəb dilinə də başlamağa niyyətim var inşallah. Çünki ərəb dilində bizim müqəddəs kitabımız olan Qurani-Kərim inmişdir. Onu ərəb dilində oxuyaraq anlamaq İnşallah ki, mənə nəsib olar. Ümumilikdə, mənə görə dil öyrənmək bir məqsəd olmaqla yanaşı bir hobbidir. Dil öyrənməklə yanaşı insan digər ölkələrdən, fərqli mədəniyyətlərdən olan insanlarla əlaqədə olur, yeni nəsə öyrənir, daim inkişaf elətdirir özünü. Çalışmaq lazımdır ki, dil öyrənən zaman hər gün praktik eləmək lazımdır. Praktika, yəni öyrəndiklərini tətbiq etməlisən. Çünki buna məcbursan. Çünki əgər bunu etməsən, bildiklərini də zamanla unutacaqsan. Bu videoda ingilis dilini necə öyrənmək olar və ya rus dilini necə öyrənmək olar haqqında danışmayacağım. Ola bilsin, bu haqda ayrıca bir video çəkdim. Amma onu demək istəyirəm ki, dil öyrənmək çox gözəldir. Sizə digər insanlardan əlavə bir üstünlük qazandırır. Həm asandır, həm də ki, maraqlı. Özünüzdən müğayət olun. Sağ olun.